Hə. Deməli burada print one-sided bir üzlü çap, print both-sided iki üzlü çap. Və burada correlated əmri var. Bir də uncorrelated əmri var. Rəqəmlərlə yazılıb. Correlated nə deməkdir? Məsəl üçün arıcıl çap deməkdir. Məsələn, gəlin belə izah edək. Mən yazıram ki, məsələn 1, 5, kopya sayını qoyuram 3. Bu nə deməkdir? Bu deməkdir ki, sənədin birinci səhifəsindən 5-ci səhifəsinə qədər 1, 2, 3, 4, 5-ci səhifələr çap edilsin. Hərəsindən 3 kopya çap edilsin. 1-dən də 3 kopya, 2-dən də, 3-dən də, 4-dən də, 5-dən də. Və bunu print edən necə çıxacaq? Məsələn, belə qoymuşamsa, bax çıxacaq belə. Birinci səhifə, ikinci səhifə, üçüncü səhifə, dördüncü səhifə, beşinci səhifə. Axıra gedib çıxacaq. Sonra təzədən bir də qayıdacaq. Birinci səhifə, hə, ikinci səhifə, üçüncü səhifə, dördüncü səhifə, beşinci səhifə. Sonra belə çıxacaq. Birinci səhifə, ikinci səhifə, üçüncü səhifə, dördüncü səhifə və beşinci səhifə. Belə. Amma mən burada uncorrelated qoysam, uncorrelated. Bunda Hə, bax, üçdən birdən çıxır. bəli, 3 dənə 1 Evet. çıxır. Bəli, bunları bilirsiniz. 1, 1, 1. 2, 2, 2. Bilmirəm, mən belə Hə, düzgün bu cavab dedikdə. verin. 3, 4, 4, 4. Məsələn, 5, 5, 5. Və bu formada çıxır. Məsələn, sual verə bilər ki, belə olanda, məsələn, printerdən çıxan üçüncü vərəq hansı səhifə çıxacaq? Belə olanda üçüncü vərəq üçüncü səhifə olur. Amma belə olanda üçüncü vərəq printerdən Bir. birinci səhifə olur. Bax, belə bir suallar verə bilər. Sonra burada sənədin formaları, yəni portret, yəni buna rus dilində albomnaya, knijnaya deyirlər. Düzünə çap edilsin, landscape isə köndələn çap edilsin, eninə. Yəni eninə çap edilsin. Və burada, Aha. bəli, vərəqin ölçüləri müəyyən edirik. Məsələn, A4 var, A3 var və buradan vərəqin ölçüləri də yazılır. Və burada normal mezin kənar xətləri, kənar xətlərinə nə qədər boşluqlar qoyulsun. Məsələn, mən burada dəyişdiksə, siz baxın sənədə, görürsünüz ki, orada mütləq bir dəyişikliklər baş verir. Yəni, kənar nə qədər boşluqlar qoyulsun. Müxtəlif orada formalar var. Normalı budur. Bir də bir vərəqdə, vərəqin bir üzündə neçə səhifə çap edilsindir. Vərəqin bir üzündə minimum bir səhifə, maksimum isə 16 səhifə çap oluna bilər. Bir dənə vərəqdə, tutaq ki, məsələn, A4 vərəqində yerləşməz də, yəni normalda oxunmaz hala düşər. E, Bir vərəqin bir üzündə 16 səhifəni bir üzünə yerləşdirmək olar. Məsələn, 32 səhifəlik sənəddir. 200-lü çap eləsəm 16-sını bir üzünə, 16-sını bir üzünə vurmaq olar. Təbii ki, o oxunacaq halda deyil, amma maksimum bu qədərdir. İndi bax, buradan sual necə düşür? Məsələn, görün bizə nə verir? Bax, verir ki, yazır ki, məsəl üçün 1-12 vergül 17 vergül 19-35 məsələn. Bura qoyur məsələn 5 kopya, sonra nə qoyur? Bura qoyur məsələn bir üzlü ilə başlayaq. Vərəqin də olsun nə qədər olsun? Neçə kopya qoymuşuq? 5 kopya olsun, məsələn 3 kopya. Vərəqin də bir üzündə 6 səhifə çap edilsin. Bax, belə bir şəkil verir. Deyir ki, bu əmrə əsasən çap əməliyyatı icra olunarsa neçə vərəq lazım olacaq? İndi birinci görəcəyimiz iş nədir? Bax, ardıcıl yazıram nömrələməklə. Bax, bizim birinci görəcəyimiz iş çox adam o dəqiqə kopyanı vurur, yox, axırdadır o. Birinci görəcəyimiz bax budur. PDF-də də onu mən qeyd eləmişəm. Vərəqin sayının tapılması. İkinci, bu hissəyə baxacaq. Bir üzlü və ya iki üzlü olmasını müəyyən etmək. Ankaleti burada heç bir əhəmiyyəti yoxdur. Üçüncü isə bir vərəqin neçə səhifə çap edilməsidir və ən nəhayət dördüncü isə kopya sayıdır. Vərəqin sayını burada gəlin müəyyən edək. Deməli, burada 12-dən 1 çıxıb üstünə 1 gələcək. 12, 13, bu 1, 12 üstə gəlsin 1. Üstə gəlsin 17. 35-dən 19 çıxıb üstünə 1 gələndə 17. Bəli. Deməli 12, 1, 13, 17, 30. Deməli mənim 30 səhifəm var. Bu birinci hissəni həll elədim.
İkinci hissə. İkinci hissə nədir? İkinci hissə odur ki, e, bir üzdüdürmü? Bəli, one side bir üzdür. Bölünsün birə, vurulsun. Bir vərəqdə neçə səhifə çap olunacaq? 6 səhifə. 6. Vurulsun 6-ya. Bu da vurulsun müəllimə. Kopya sayına 3-ə. Yəni belə bir şey elədik də biz. 30-u böldük deməli nəyə? 6-ya vurduq 3-ə. İndi çox müəllimlər harda səhv eləyir? Sizcə harda səhv eləyir? Və 6 ilə götürüb bunu ixtisar aparır. Olmaz. Bu bax görürsünüzmü? Mötərizə yazdım. Bax 30 bölünsün 6 vurulsun 3. Belə olanda normalda nə edir? O 6 ilə bu normalda ixtisar gedir də. Riyaziyyatda belə misal olanda bir dəfə, iki dəfə 30 da 2-yə bölənə düşəcək 15. Amma yox. Birinci mən bunu tapıram. 30-u 6-ya bölənə düşəcək. Düşəcək 5 vurulsun 3 15. Amma mən normalda bununla bunu ixtisar eləsəm, e, indi burada alındı. Amma hamısında alınmır da. Çünki bəzən tam bölünmür. Amma olmaz. Bunu buna bölüb alınan cavabı buna vurmaq lazımdır. İndi tutaq ki, məsələn, burada bir vərəqdə 6 səhifə yox, məsələn 8 səhifə olsun. O zaman 30-u böləcəm 8-ə, 30-u böləcəm 8-ə. Məsələn, tutaq ki, burada da kopya sayı olsun 4 dənə. Məsələn, 4 dənə. 30-u 8-ə bölüb 4-ə vuracam. İndi 30-u 8-ə böləndə nə düşür? 30-u 8-ə böləndə 4 səhifə düşür. Düzdürmü? 3 dənəyə yerləşmir axı. 4. 4-ü də 4-ə vuranda 16. Amma burada ixtisar eləsəm, 8 ilə 4 ixtisar etsəm, bir dəfə, iki dəfə, 30-u 2-yə bölsəm 15 düşər. Yəni heç vaxt məxrəcdən tam hissəni ixtisar eləmirik. Birinci biz bunu həll edirik. Ondan sonra onu vururuq hara? Ümumi kopya sayına. İndi burada məsələn one-sided yox, both-sided olsaydı, both-sided 2. olsaydı, bəli, o zaman 2'ye böləcəkdim. birin yerinə 2 dayanacaqdı. Birin yerinə 2 dayanacaqdı. Onda nə olacaqdı? 30-u böləcəkdim 16-ya, vuracaqdım 4-ə. Bax, yenə də deyirəm. Normalda 16 ilə 4-ü ixtisar eləmək olar. Riyaziyyatda, yəni ki, məlumatınız var da. Məsələn, belə bir misal versək, 30 bölünsün 16 vur 4. Mən 4 ilə 16-nı ixtisar apararam. Amma burada o mümkün deyil. 30-u 4-ə böləndə nə 2. düşəcək? Neçə? Ola bilər ki, müəllim, bir vərəqdən biraz işlənər də, yəni o klaster kimi. Hə, 2 dənə, bəli, yerləşmir axı. 2 dənə. Ola bilər ki, Ola bilər, yarım səhifə. eləncə nədir? Ola bilər, yox, eləncə nədir? 30-u 4-ə böləndə 2 düşəcək də. Məsələn, normalda bir vərəqdə 8 çıxmır. Bax, vərəqin bir üzündə 8, digər üzündə 8. Bir vərəqdə 16 dənə getdi. İkinci vərəqin bir üzündə 8, arxa üzündə neçə səhifə qaldı? 6 qaldı da, düzdür? Bəli, yarım səhifə ola bilər. Bəli, o iki səhifəli orada boş. Amma normalda vərəq istifadə bizə söhbət orada vərəqin sayından gedir də. Neçə vərəq lazımdır? 2. Yəni 30-un tam bölünən ədəd 32-dir də. 2 götürürük. 2-ni də vurduq 4-ə, aldıq 8. Cavab oldu 8. Amma normalda mən 16 ilə bunu ixtisar eləsəm bir dəfə, məsələn 4 dəfə, 30-u da 4-ə böləndə neçə dəfə düşər? 30-u 4-ə böləndə 7 tam, 7, onda yenə 5. də 8 düşür. Amma həmişə bu doğru alınmır. Yəni o qayda həmişə alınmır. Yaxşıdır ki, bölək alınan cavabı vuraq 4-ə. Bax bu ardıcılığı nəzərdə tutaq. Yenə deyirəm, birinci səhifə sayının tapılması, ikinci sənədin yəni 200-lü və ya 100 olduğunu müəyyən etmək, üçüncü bir vərəqdə neçə səhifənin olması və nəhayət dördüncü nədir? E, dördüncü Dördüncü kopya vurmaq. kopya saydı. Mən bir dənə dəyişiklik eləyim, zəhmət olmasa siz bunu deyin. Məsələn, burada kopya sayı 5 olsun. Burada 19 e, virgül 21 virgül 23 26 və bir vərəqdə olsun bizim 6 səhifəmiz 200-dür. İndi sizcə gəlin birlikdə bunu müzakirə eləyək. Əvvəlcə vərəqin sayını tapaq. Deməli 12-si burada, biri burada 12, 13, 13, 14, 14, 15. 15. 26-dan 23, 3, 4, 19. Düz tapdıq. Hı hı. 19. 19-u böləcəm nəyə? 12. 2'ye. 2-yə vuracam 6-ya da, yəni 12-yə. Düzdürmü? 200, 200-lüdür axı. Sonra onu da varacaq 5'e. 19-u 12-yə böləndə düşəcək 2 dənə. 2.
Düzdür? 5-ə də vuranda deməli mənə neçə vərəq lazımdır? 10 dənə. Yəni O, belə deyim də, əgər 19 səhifədən ibarətdirsə, 200-lü çap eləyirəmsə, normalda 2 dənə vərəq lazım olacaq mənə. Bir vərəqdə 6 dənə olmaqla da. Amma mən 5 nəfərlik çap edirəmsə, yəni 5 kopyada 5 şəxs üçün, o zaman 10 dənə vərəq lazım olacaq. Mənim bu aydın oldu. bəli. Mütləq suallardan biri belə gəlir. Bu oldu bizim fayl menümüz. Sonra burada deməli burada nələr var? Burada bu əmrlərdən düşmə ehtimalı var yoxsa yoxdur? Yenə də burada müəyyən customize ribbon lent tabları əlavə eləmək. Yəni burada baxın biz lent tablarımız bunlardır. Yəni hər hansı bir lent tablarını mən burada yığışdıra bilərəm. Mesela insertin dizaynın, layoutun qarşısında işarəni götürdüm. OK əmrini vuranda baxın artıq həmin lent tabları buradan yığışdırıldı. E, yəni bu əmrləri var orada. Məsələn, customize ribbon. İndi əlavə edək. Insert, design, layout. Əlavə elədik. OK vurduq. E, yeni tablar falan yaratmaq var. Bir də orada cəld müraciət paneli var. Quick Access Toolbar. Cəld bu daha müraciət paneli. Cəld müraciət paneli isə vacib əməliyyatların əlavə edilməsidir. Məsələn, tutaq ki, hər hansı bir əməliyyatı, məsələn, copy əməliyyatını seçdim, daxil elədim, kartı seçdim, daxil elədim, sonra məsələn, e-maili seçdim, daxil elədim. Hmm. OK əmrini sıxdıqdan sonra artıq onlar bax, yuxarıda cəhd müraciət panelinin daha əlavə olunur. Məsələn, tutaq ki, mənə hansısa bir əmr lazımdır, ta girib içəridən axtarmıram da, üzərinə vuranda həmin əmr burada asılsın. Yəni buna cəhd müraciət buradan düyməni vurub istədiyimlə buradan əlavə edə bilərəm. Sözün open əmri, nə bilim onun üçün new yeni əmri. Ta ki yeni sənəd yaratmaq istəyirəmsə, ta fayla girməyim də, yəni new buradan tapıb üstünə vurub. Yəni əlimin altında olsun. Bu cəhd müraciət panelidir. O da fayldan daxil olub həmin bu cəhd müraciət panelində əmrləri quick access toolbardan hansı əmr istənmirsə, bütün seçib remove-la biz onları nə edə bilərik? Silə bilərik. Bu həmin Bilərik. bəli cəhd müraciət panelini boşaltdı. Bəli. Bu da bizim cəhd müraciət panelimizdir. Faylla bitirdik. Bir daha deyirəm, new yeni sənəd yaradır, open yaddaş dolanı açır, info sənəd haqqında məlumat verir, save yadda saxlayır, save as fərqli yadda saxlayır, print çap edir və s. və axıra. Bunlar fayl menüsüdür. Növbəti gəldim home tabına. Əsas tabımız home tabıdır. Word-ün əsas əməliyyatları home-da yığılıb. Yəni home-u bilən şəxs, istənilən şəxs Word proqramında öz üçün sadə sənəd yarada bilər. Bir dənə home, yəni dərinliyə gedə bilməsə də, yəni öz içində, yəni sadə bir şey, nəsə bir şey yaradır. Ta ki, şair yazıcıdır. Açır qoyur qarşısına hekayəsini yazır da. Yəni buna lazım deyil ki, cədvəl qursun, orasını, burasını düzəlsin. Home bilsə kifayətdir. Əsas tab home tabıdır. Elə açılanda da süsmə rejiminə görə home gəlir. Bax bu home tabıdır. Bunlar isə home tabının alt əmrləridir. Alt əmrləri var burada. Clipboard var, font var, paragraf var, styles var, birlikdə editing var. Bunlar alt əmrlərdir. Clipboard mübadilə buferi deməkdir. Font şriftlər deməkdir. Paragraf abzaslar deməkdir. Style stillər, editing isə redaktə deməkdir. Yəni var əmrlər, tablar, tabın içində var əmrlər, əmrlərin yox, tablar, tabın içində qruplar, qrupun içində əmrlər. Elə bir ki, var binalar, binanın içində evlər, evin içində otaqlar. Elə bir ki, tab binadır, ev qrupdur, otaqlar isə nədir? Əmrlər. Məsələn, və bütün bu əmrlər isə, baxın, bu bir-birindən, bu xətlərlə eyniib seksiyalara bölünüb də, yəni hissələrə bölünüb. Məsələn, clipboard lent tabında hansı əmrimiz var? Cut, copy, pasta, format paint'e. 1, 2, 3, 4 dənə əmrimiz clipboard. Bax, bayaq siz orada adını oxudunuz, değil mi? Mübadilə buferi. Bax, o budur. İndi gəlin görək mübadilə buferi nədir? Burada nə var? Mübadilə buferi Azərbaycan dilində belə adlanır, ingilis dilində clipboard, rus dilində bufer almayla. Müvəqqəti yaddaşdır. Müvəqqəti yaddaşdır. Və bu müvəqqəti yaddaşda cut əmri var, copy var, pasta və format paint əmri var. Cut əmri kəsmək deməkdir. Qayçı işarəsindən də bunu görürsünüz. Və bunu klaviatura versiyası Ctrl X-dir. Copy əmri kopyalamaq deməkdir. Klaviatura versiyası Ctrl C-dir. Paste əmri yapışdırmaq deməkdir. Klaviatura versiyası Ctrl V-dir. Hal-hazırda gördüyünüz kimi mübadilə buferimizdə cut və copy əmrləri solğundur. Yəni bu deməkdir ki,
Mübadilə buferimizdə kat və kop əmrləri aktiv deyil. Aktiv olmayan bir şey sorğulanır. Niyə aktiv deyil? Səbəb niyə aktiv deyil? Ona görə Seçməliyik. deyir ki, bəli, Seçməliyik də nəysə. bəli, biz heç nəyi seçməmişik. Amma tutaq ki, amma mənim pasta əmrim aktivdir. Niyə aktivdir? Çünki mübadilə buferində nəsə var. İndi mən mübadilə buferini boşaltdım. Baxın, sual verilə bilər. Niyə görə pasta əmri aktiv deyil? Çünki mübadilə buferi boş olanda pasta aktiv deyil. Amma mübadilə buferinin aktiv olub olmam, kat və kopyanın aktiv olması ondan irəlidir ki, nəsə seçməlisən. Amma pastanın aktiv olması nəsə orada olmalıdır. Hər hansı bir şeyi seçdik. Məsələn, gəldim bu hissəni seçdim. Baxın, hal-hazırda kat və kop əmri aktivləşdi. İndi kat əmrini mən seçsəm, bu hissə kəsiləcək. Kəsildi. Kəsilən obyekt yerində qalmır. Hara gedir? Mübadilə buferinə gedir. Baxın, getdi bura. İndi mən gəlib burada, məsələn, dozi sözünü bu dəfə seçərək kopyalayıram. Və o da gəldi düşdü mübadilə buferinə. Amma yerində qaldı. Kəsilənlə kopyalananın yerində budur ki, fərqi budur ki, kəsilən obyekt özü gedir mübadilə buferinə. Kopyalanan obyektin isə kopyası surəti gedir və yerində qalır. Aydındır. Və Bəli. kəsilən və kopyalanan obyekti gedir mübadilə buferinə düşür və fikir verdinizsə hər yeni gedib. Bax, birinci mən bunu etmişdim, sonra bunu etdim. Üçüncü isə bunu edəcəm. Bax, bunu edəcəm. Hər yeni obyekt olanda yeni obyekt, baxın bu zaman bunu da kopyaladım, yerində qaldı və hər yeni obyekt birinci düşür. Ən sonuncu. Bax, indi verə bilər şəklini. Deyək ki, hansı sonuncu olaraq hansı əməliyyat üzərində, hansı sözün üzərində əməliyyat aparır. Birinci olan, sonuncu əməliyyat aparılan birinci düşür. Və ümumi olaraq mübadilə buferində neçə obyekt yerləşə bilər? 24 obyekt. Bax, fikir verirsiniz, hər yeni şey gəlir, yavaş-yavaş aşağı düşür. Hələ burada neçə dənədir? 3 dənədir də, düzdürmü? 1 obyekt, 2 obyekt, 3 obyekt. Burada simvol sayının böyüklüyündən fərqi yoxdur. 100 dənə səhifəni birdən kopyala yapışdır ora, bir obyekt sayılır. Bir dənə hərfi kopyala, o da bir obyekt sayılır. Və ümumiyyətlə 25-ci gələndə hər gedir axı. O ən birinci olan silinir. 25-ci, 24 yeni bir şey gəlir, 25-ci öz-özünə silinir. Yəni bunun tutumu 24 dənədir. Və kəsilən və kopyalanan obyekti nə qədər yapışdırma olar deməli iş sahəsində istənilən qədər. Necə yapışdırma olar? Hər hansı birini seçirik. Məsələn, bunu seçirəm və artıq yapışdı. Hər dəfə üzərinə vurduqda, bəli, yapışa-yapışa gedir. Vurursan bunu və ya da klaviaturdan Ctrl-V, Ctrl-V, Ctrl-V yapışa-yapışa gedəcək. Eyni zamanda kopyalanan obyektdir. İndi müəllimə, burada bir məsələni gəlin izah edeyim. Biz onu inşallah Windows'da mən deyəcəm. Windows mühitində kəsilən obyekti yalnız bir dəfə yapışdırmaq olur. Kopyalanan obyekt isə istənilən qədər. Yəni mübadilədə silinənə qədər. Amma Word proqramında isə kəsiləni də, kopyalanı da nə qədər ki mübadilə buferinə silinməyib yapışdırma olur. Bax, belə bir suallar düşür. Deyir ki, məsələn, ekranda hər hansı bir söz var. Ekranda iş masasında da, iş sahəsində. Məsələn, nə sözü olsun? İmtahan sözü yazılmışdır. İmtahan sözü yazılmışdır. Əvvəlcə bu obyektin üzərində Ctrl-C əməliyyatı icra olundu. Ctrl-C kopyaladım. Sonra isə bu obyektin üzərində Ctrl-V icra olundu. Artıq sonuncu nə oldu? Yox, üzr istəyirəm. Ctrl-X icra olundu. Birinci kopyalamışdı, düzdürmü? Sonra kəsdi. Artıq kəsəndə o birinci var, o ləğv olunur artıq. Və deyir ki, 3 dəfə Ctrl-V icra olundu. Yəni yapışdırdı. İş sahəsində neçə söz qaldı? 3 dənə. Niyə? Çünki Ctrl-X-ni silmirsən axı. Amma sən Ctrl-C icra eləyib 3 dəfə Ctrl-V etsən, neçə dənə qalar sizcə? Dədə. 4 dənə. Çünki biri yerində qalır. Ctrl-C-dən sonra Ctrl-X etmisənsə, Ctrl-C artıq qüvvədən düşür. Amma Ctrl-X-dən sonra Ctrl-C edə bilməzsən. Niyə edə bilmirsən? Çünki yoxdur axı silindi. İndi bir söz deyirəm. 3 dənə abzas var müəllimə. Bax, birinci sözümüz olsun imtahan. İmtahan. İkinci sözümüz olsun nə olsun? Dərs olsun. Mesela bir şey olsun da ders. 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 Üçüncü söz olsun mövzu. 3 tane abzasımız var. İmtahan, ders, mövzu.
Mən deyir ki, e, üçüncü obyekt seçildi, yəni bu seçildi. Üzərində Ctrl X əməliyyatı icra olundu. Yəni kat icra olundu. Ctrl C yoxdur. Bəsdiyim. Kəsdi. Kursor ikinci abzasın sonuna qoyuldu. Bax bura. Klaviaturadan Ctrl V icra olundu. Yəni nə olacaq? Onu bura yapışdıracaq da Ona qarşısına. yapışdırdı. Qarşısına. Aydındır. İndi gəlin. Bəli. Bəli. Bax, indi belə eləyək. Mən burada yenə də sözümü yazıram. Məsələn, mövzu. İndi həm deyir ki, üçüncü abzas seçildi. Klaviaturadan Ctrl X icra olundu. Tamam. Kursor ikinci abzasın önünə qoyuldu. Önünə qoyuldu. Lap birinci abzasın önünə qoyuldu. Ctrl V oldu. Müəllimə, kursor sözün sonuna qoyulub Ctrl V olunsa, həmin sözdən sonraya yapışdırır. Əvvəlinə qoyub Ctrl V olsa, yapışdırılan qalxır yuxarı, o düşür onun altına. Fikrimi izah eləyə bildim? Həmişə aşağı düşür həmin söz. Bəli, bəli. Bax, 3 dənə abzasım var. Birinci, ikinci, üçüncü. Mən ikincini seçdim. Ctrl C eləsəm yerində qalacaq. Ctrl X olsam buradan gedəcək. Gətirib bura abzasımı kursoru qoyub Ctrl versəm bura düşəcək. Yox. Bura qoysam bu bunun üstünə düşəcək, bu düşəcək aşağı. Bax, bunların fərqi var. Hə, başa Aydın, düşdüm. aydındır. Bəli. Deməli, kəslərlə kopyalanın da fərqini bildik. Sonra mübadilə buferində olan obyektləri hamısını birdən yapışdırmaq olar. Pasta olanda nə qədər varsa hamısı yapışdırılsın və tək-tək yapışdırmaq olar. İstədiyiniz yapışdırmaq. Tək-tək silmək olar. Hamısını birdən silmək olar. Yəni hamısını birdən yapışdırmaq, hamısını birdən silmək olar. Tək-tək yapışdırmaq, tək-tək silmək olar. Amma normalda mənim mübadilə buferim 24 obyekt saxlayır da, düzdürmü? Amma mən deyə bilmərəm ki, tutaq ki 10 dənə orada obyekt var, onun 5-ini birdən yapışdırım, 5-i qalsın. Elə şey yoxdur. 5-ini yapışdırmaq istəyirsən, bir-bir eləyəcəksən. Yox, option vuranda pasta alıb alanda hamısı yapışacaq. Və yaxud da 10 dənənin mən 5-ini silmək istəyirəm, 5-i qalsın. İlk 5-liyi ya son 5-liyi ya 10 dənədən 1, 3, 5, 7, 9-u, 2, 4, 6, 8, 10-u sil. Elə şey yoxdur. Bunu da bir-bir siləcəksin. Yəni, fikrimi necə izah eləmək istəyirəm. Tutaq ki 10 obyekt var da orada. Mən istəyirəm ki 2-ci, 4-cü, 6-cı, 8-ci, 10-cunu birdən silim. Elə şey yoxdur. Bir-bir qarşısına kursoru qoyacaqsan orada delete əmrinə sil. Yəni hamısını birdən yapışdırmaq var, hamısını birdən silmək var. Amma təkdə yapışdırmaq var, tək-tək silmək var. 5-ini seçib silib, 3-ünü silib, seçim yapışdırın, belə bir şey yox. Aydın oldu müəllimə? Hı, bəli. İndi biz bundan əvvəlki dərsimizdə drag and drop texnologiyasından danışdıq. Drag and drop texnologiyası sürüşdür və burax. Hər hansı bir obyektin üzərində sürüşdürdükdə nə olur? Obyekt öz yerini dəyişir. Əslində müəllimə, Ctrl X ilə drag and dropdur da. Niyə drag and dropdur? Ona görə ki, məsələn, tutaq ki, mən burada mövzu sözünü gətirib bura yapışdırmaq istəyirəm. Və bunu Ctrl X eləsəm, kəsildi. Gətirib para qoysam, yapışdı. Yerini dəyişdim. Bu drag and drop budur. Yəni yerini dəyişdirdim. Yəni Ctrl X elə drag and drop'un özüdür. Drag and drop'da nə olur? Sürüşdürülür, harda buraxsan orada dayanır. Mən də bu yerini dəyişdirdim. Elə yerini dəyişdirməkdir. Amma Ctrl C yox. Ctrl C olanda o özü yerində qalır, onun kopyası gedir. Bir də burada format paint əmri var. Bəli, qarşısında nə işarəsi? Şotka işarəsi. Bu nə işə yarayır? Bu formatın köçürülməsi. Nə deməkdir formatın köçürülməsi? Məsələn, bax bu hissənin rəngi yaşıl, qırmızıdır. Bax bu hissəni seçirəm. Format painterin üzərində bir dəfə hissənin sol düyməsini çıqılladıram. Bundan sonra mənim kursorum şotka şəklini aldı. Gördünüzmü? Hansı hissənin üzərindən tutub dartsam, onun rəngi avtomatik o rəngə çevriləcək. Amma və artıq şotka işarəsi yoxdur. Mən yenə burada başqa bir hissənin də rəngini o formada eləmək istəyirəmsə, yenə gəlirəm burada həmin hissənin üzərində bir dəfə vururam sol düyməni, format painteri vururam və gəlib burada hansı hissəni o istəyirəmsə, çəkib o rəngi çevirirəm. Hər bir dəfə eləyəndən sonra bu əməliyyatı mən təkrarlamaq məcburiyyətində qalıram.
Amma mən burada bax bunu bir dəfə üzərində seansı oldu. Məsələn, sıxdım. Format Painter-in üzərində bir, iki dəfə sıxdım. İndi görün nə baş verəcək. Bir dəfə yoxlayaq. Bax bir dəfə bu, bir iki dəfə bu. Bax, dartdım bunu rənglədim. Görürsünüz mü şotka, amma bəğ nə olmuşdu? Hər rəngləyəndən sonra şotka işarəsi o əməliyyat ləğv olunurdu. Yəni təzədən eləyərdin. Düzdür? Ay müəllim, mən bunu həmişə bir dəfə eləyirdim, təzədən bir dəfə də vururdum. Bilmirdim bunu. Hə. İki dəfə vurmağı. Yo, iki dəfə vuranda ürəyin nə qədər istəyirsə elə. Sən klaviaturadan escape düyməsini vurmayınca o ləğv olunmayacaq. O əziyyətdir də müəllimə. O köhnə tüfənglər var ya, dayan dondurun. Bir güllə atırsan, təzədən doldur. Ayı ovuna gedirsən, bir dənə vurdun, ayı yaralı üstə gəlir, sən güllə doldurursan. Yəni elə bir şeydir. Yəni bax bu istədiyin qədər eləyəcəksən. Amma bu rejimdə escape vurdun tutardı. Escape ümumiyyətlə bütün rejimləri ləğv edir də, düzdürmü? Çıxış rejimidir. Bir dəfə üçün bir dəfə vursan, iki dəfə vuranda isə istənilən qədər edirsən. Bu da oldu bizim deməli klip var. Mübadilə buferi əmrlərimiz. Növbəti lent qrupumuz gəlir font. Font şriftlər demək. Şrift nədir? Şrift eyni ölçüyə malik, e, eyni ölçüyə və dizayna malik simvollar yığını şrift adlanır. Şrift adlanır. Şriftlərdə hansı əmrlərimiz var? Times New Roman. Bunlar bilirsiniz, yəni ki, şriftin tipini dəyişməkdir. Yəni ki, bunlar haqqında məlumatınız var da, düzdürmü? Bəli. Yazının tipini dəyişməkdir. Sonra yazının ölçüsünü dəyişməkdir. İndi yazının ölçüsü suma rejiminə görə minimum 8, maksimum 72 olur. Hərflərin ölçüsü. Amma klaviaturadan biz bunu minimum 1 eləyə bilərik. Məsələn 1. Bu istəmədiyim 1. Maksimum isə 1638 edə bilərəm. Bax 1639 qoyuram. Görürsüz, deyir ki, 1 ilə 1638 arasında, görürsünüzmü? Dəyişir. Yəni minimum, amma 1639 qoyaq, 1638 qoyaq. 38 böyük olacaq, heç yerləşməyəcək. Bir hərfimiz belə yerləşməyəcək. Yəni, görürsünüz, bir dənə kənar hissəsi göstərdim. Ölçü suma rejiminə görə soruşsa 8-72 arasında, siyahıdan soruşsa, Yəqin müəllim onu afişa etsin falandı da 1638. təbii ki, bu böyük bir afişa üçündür, bəli. 1600, 1638 isə nə üçündür? Ən böyük ölçüdür. Burada B, bold. Rus dilində onu burada Rusun jısı gəlir, jırnı. İngilisdə bu gəlir. Tünd yazır. Yəni, baxın, bax, burada görürsünüz sənədlər, musiqi, bu yazılar necə rəngli olur. Məsələn, yazılan hissəni seçib, boltu vurub həmin hissənin rəngini dəyişmək olur. Və yaxud da ki, boltu vurub, boltu seçib, seçilən əməliyyatın kənarlarında belə düz bucaqlı işarəsi olur. Boltu seçəndən sonra artıq klaviaturada nə yazsam, başlayacaq nə olmağa? Niyə seçmədim? Qalın yazmağa. Qalın yaz, hə, başlayacaq qalın yazmağa. İki dəfə vuranda isə o rejim ləğv olunur. Eyni zamanda bunu klaviatura versə Ctrl B-dir. Sonra italik, kursiv, köndələn yazır, maili yazır. Ctrl U isə sözün altından xətt çəkir. Və bir dənə fikir verirsinizsə, B-dən, I-dən fərqli olaraq Ctrl U-nun yanında belə bir işarəsi var. Bu işarəsə onun çox versiyalı olduğu demək üçündür. Yəni bir cür qara eləmək olar, bir cür italik eləmək olar. Amma müxtəlif cür altdan xətt olar. Bax ona görə də burada bir xətt, iki xətt, düz xətt, yəni dalğalı, o Azərbaycan dilində deyilir, tamamlıqda nə bilim dalğalı, zərflikdə qırıq-qırıq, yadımdan da çıxır. Xəbərdə iki düz xətt, Azərbaycan şeydə bu müxtəliflər bir düz xətt. Yəni burada xəttlərin versiyalarını seçmək olar. Həm də burada xəttlərin deməli burada xəttlərin həm də nəyi seçmək olar? Rəngini seçmək olar. Hə, xəttlərin burada rəngi də var. Müxtəlif rənglər ki var. Biz buradan seçə bilərik. Bu rənglər bizim üçün kifayət eləmirsə, markala rejimindən burada istənilən bir rəngi seçib, xətti o rəngdə də eləyə bilərik. Bu əmr isə sözün üstündən xətt çəkmək üçündür. Adətən bu harda olur müəllimə? Ləğv olmuş qanunlarda. Bəli, ləğv olmuş qanunlardan üçün məcəllələr kitabında zadına görürsünüz, üstündən xətt çəkilir. Mən üçün maraqlıdır. O yenidən nəşr olursa, o kitabda o niyə onu çıxartmırlar ki, həmin maddəni salırlar, amma üstündən xətt çəkmiş formada. Çünki müəllim, Hı. vergi məcəlləsində hər il dəyişiklik olur. Bəli, Onu oxuyur, mən məsələn oxuyuram, öyrənirəm, gələn yeni dəyişir. Yəni baxanda yəqin ki, hmm, yəni başa düşəsən ki, belə idi, belə oldu, bəli. keçən il. Mən elə fikirləşirəm.
İnzibati xətalar, prosessual, mülki prosessual hamısında belədir də. Sonra Mən ən çox vergini oxuyuram deyə onu misal gətirdim. Hamısında. bəli. Yəni siz vergi sistemində çalışmısınız mənimlə. Bəli. Bu isə indeksdən yazılır. Məsələn, indeksindən yazsın, nə bilim, 8. Bu qüvvətdən yazır. Bunlar asandır da, yəni ki, məlumatınız olar. Evet. Bunlar böyüdür. Hər vurduqca böyüdür. Bu isə kiçildir. Bu isə deməli neyinir? Sentence change deməli hər sözün ilk hərfini böyük eləyir. Sözün ilk hərfini böyük eləyir. Sonra lovers hamısını kiçik eləyir. Upper hamısını böyük eləyir. Sonra kapitalist hər sözün ilk. Bu yalnız ilk hərfi böyük eləyir. Bu isə hər sözün ilk hərfini böyük eləyir. Bu rejim isə bizim qrammatikamızda yoxdur. Hər sözün ilk hərfini kiçik. Yəqin hansısa bir millətin dilində var da belə şey. Hər sözün ilk hərfi kiçik, qalanları böyük. Məsələn, bu bizdə var. Adətən, məsələn, başlıq filan yazanda, məsələn, hər sözün ilk hərfi böyük olsun. Amma bu yoxdur. Toggle case, hər sözün ilk hərfi kiçik, amma hamısı böyük olsun. Bunları mən öyrənim mən. Məsələn, sözləri toggle case. E, Şəkillə də verilə bilər. Amma bax, belə veriləndə əslində burada bir görmək olur da. Bax, sentence case bir dənə s-sı böyük, qalan hamısının, bax, hamısının balaca. Sonra hamısını böyük hərflə yazıb. Burada hər sözün ilk hərfini baxın böyük yazıb. Hər sözün ilk Evet. hərfini kiçik. Yəni belə şəkillə versə tutma olur. Amma dərd orasındadır ki, bizim sözlə yazılsa, məsələn, Tugul case bu formada bir Tugulun t-sını böyük, kiçik qalanı böyük. Case-də nə bilim c-sını kiçik qalanı böyük yazsa məntiqlə tutma olur. Amma tutaq ki, adi formada yazsa, aləm deyəcək bir-birinə. Amma belə şeylər olur. Sonra bu rəng effektlərdir. Burada müxtəlif rəng effektləri vermək olur. Arxa fonu marker əlavə eləmək olur. Müxtəlif formada. Eyni zamanda sözün özünü rəngləmək olur. Sözün rəngləmək və bütün formatı silmək. Bu bizim formatımızdır. Word proqramı açılanda sunma işləməyə görə kalibre e, deməli şrifti olur. Bir də 11. Şriftin ölçüsü 11 punkt olur müəllimə. 11 punktda səhv eləmirəmsə ya 0,35 millidir, ya 0,54 millimetrdir. Deyəsən 0,35 millimetrdir. Punkt, bir punkt. 11-də 11 vursun 0,35 millimetr dəyərli olur. Yəni normalda biz ona hər hansı bir bəzək-düzək vermişiksə, amma həmin o bu format olanda onun bütün, yəni sözü silmir ki, clear all formatting əmrində hər şeyin bizim verdiyimiz bəzəkləri silir. Yazını öz yenə də ilkin vəziyyətinə qaytarır. Bu font O üzərində, o A üzərində renkli olan pozan işarəsi olan, bəli, A üzərində pozan, bəli, pozan da. bəli, pozan. Bu isə nədir? Deməli, biz artıq keçdik yeni lent qrupuna, paragraf lent qrupuna. Paragraf lent qrupunda bu əmr sözlərin qarşısında makerlər qoyur. Hər hansı sətirlərin daha doğrusu qarşısında maker qoyur. Burada müxtəlif makerlər var. Bu makerlərdən əlavə biz burada daxil olub, istənilən, bax, burada simvol, istənilən makeri özümüz əlavə edə bilərik. Hətta müxtəlif şəkillər belə əlavə edə bilərik. Məsəl üçün, istəyirəm ki, məsəl üçün, sətirlərimin qarşısında müxtəlif yəni burada müxtəlif şəkillər falan var. Daxil olub yaddaşda hər hansı bir şəkil. Tutaq ki, mən hər hansı bir şəkil tapıram. E, Məsəl üçün, nəsə bir şey tapıram. Tutaq ki, hər hansı bir nəsə bir şəkil. Məsələn, hamısının qarşısına bu şəkillərdən hər hansı birini qoymaq istəyirəm. Məsəl üçün, tutaq ki, hər sətrin qarşısına bunları qoyacaq məsələn. Özümüz onu əlavə edirik. Sətri müəyyən markeri qoyacaq. Nəsə yazdım. Enter vurub yeni sətrə keçəndə yenə ki, ya başlayıb həmin şəkilləri, həmin nə əlavə eləmisənsə qoymalı. Bu nan heç nə qoymur. Rəqəm əlavə edir. Rəqəm, rum rəqəmləri AB, yəni bunları əlavə edir. Bu sola Müəllim, düzgün. Bəli. bu yazı yazandan sonra eləməli, yoxsa əvvəlcədən? Yox, əvvəlcədən eləyirik. Amma Əvvəlcədən seçib yazanda bəli, o gəlin düşür.
Amma düşür. Amma bunu Nə siz üçün soruşum? amma Mən müqavilələr hazırlayıram Word-də. bunu sonra amma seçəndə onu bir dənə kimi eləyəcək də. Amma ə, əvvəlcədən biz onu edirik. Yazırıq. Hər enteri vurub yeni sətrə keçəndə abzas bit. Onu eləyəcək, avtomatik öz işarəsini qoyacaq. Abzasda yoxsa hər sətirdə? Yox, sətirdə olar da mənim. Tutaq ki, məsələn, mən burada hər hansı məsələn, seçdim bunu. Məsələn, nəyi qoydum? Bunu qoydum. Hə. Nəsə yazıram. Hər enteri vuranda, yeni sətrə düşəndə avtomatik olaraq başlayacaq onu qoymağa. Nəyə görə soruşuram mənim? Mən Hə, müqavilə hazırlayıram. hə. Olur ki, 3-4 sətirdən bir düşür aşağıda. Yəni mən müqavilənin bəndini əlavə edirəm. Hı -hı. Ona görə deyirəm ki, yəni mən onu necə eləyə bilərəm ki, hər dəfəsində o rəqəm düşsün də, yəni səliqəli olsun. Hədəm bilməsi onu Əlimlə yazmalıyam onda. necə? Hər bir əlimlə yazmalıyam da onda biri, ikini. Siz nə qoymaq istəyirsiniz? Bu makellərdən yoxsa Rəqəm. rəqəm qoymaq istəyirsiniz? Niyə əlinizə yazırsınız ki? Hər hansı bir rəqəmi seçin burada. Formatı seçin. Məsələn, tutaq ki, seçdiniz bunu. Məsələn, Hə. hansı formada siz? 1, 2 bu formada. Hə, seçdiniz, nəsə yazırsınız. Enter vuranda avtomatik olaraq başlayacaq. Özü avtomatik nömrələyəcək onu. Hər dəfə yazdınız, enteri vurub düşəndə başlayacaq özü avtomatik nömrələməyə. Xeyr. Yəni hər dəfə nömrəni siz 1-2 qoymağa ehtiyac yox. Özü avtomatik yazılır. Əvvəldən seçin yazın da. Seçin sonra Hə, da. bildim. Bu sola düzləndirmədir. Ctrl L. Mətnin sol tərəfini eyni ölçüdə eləyəcək. Klaviaturdan Ctrl L. Baxın, sol tərəfi eyni olacaq. Çıxıntını verdi, baxın, sağ tərəfə. Bu, deməli, nədir? Bu center, mərkəzə düzləndirmədir. Ctrl E. Bu, sağa düzləndirmədir. Sağ tərəfini e, bərabər elədi. Mənim ən çox xoşladığım budur. Tam düzləndirmə. Hər iki tərəfini səliqə edir. Ctrl J. Justifier. Justifier belə bir sözdür. Bu, sətirlər arasında məsafəni müəyyən edir. Sətirlərin böyüklük kiçilməsi. E, Deməli, boşluqdan əvvəl, abzasdan əvvəl boşluğu silir. Before əvvəldir də, hə, remove after, abzasdan sonraki boşluğu silir. Bu sənədi normalda sola çəkir, bu sağa çəkir. Sonra bu görünmür, bu A-dan Z-ə qədər nişanlayır. Mesela A-dan Z-ə nə deməkdir? Tutaq ki, mən ad yazmışam. Məsələn, əlifba ilə yazmalıyam, amma bilmirəm əlifbanı. Yazıram Zaur. Hə, kapsula vurmuşam. Zaur. Məsələn, sonra yazıram bayram. Məsələn, sonra yazıram aydın. İzlədim bunu. A-dan Z-yə qoyanda özü avtomatik əlifba sırasını düzəcək. Yəni, mənim əlifbamı əzbər bilməyimə ehtiyac yox. Bu isə görünməyən simvolları göstərir. Görünməyən simvolları göstərir. Bunun bir dənə yaxşı xüsusiyyəti var. Yəqin ki, siz də qalır. Mən bir dəqiqə qalıb. Yenidən link atın, boşulursunuz. Yorulmamısınız ki? Bitirək də bu mövzunu. Hə, yaxşı. Yoxsa çoxdur. Mövzu çoxdur. Əslində biz hələ home-dayıq. Yəni heç olmasa deyirəm bir dənə bir 40 dəqiqə vaxtınız varsa, Hə, home olar. Hə, bitirək də bu gün biraz.